Rəqibim Set a.k.a. Nərmanov metrosu, Baksovet, nə bilim, metro stayankalar, taksi şoferləri, həm belə bir şeydir, tam dəqiq yadımda deyil. Liga haqqında nə deyə bilərsin, Məhəmməd? Nə deyə bilərsin Liga haqqında? Yaxındır, indi rəf eləyir o da, yəni eləyir, yəni o, O mənə rəqib olmaqda nə idi axı marağın? Battle Rap'i də qoy bir qırağa, al əlinə darağı. Bugünə qədər rəqiblərimin peçinə yığıb odun qaladım. İyon Ligadan çıxıb dis atmışdın. Bugün rəqibimsən, qayıdıb türdüyübü yaladın. Biz az Rap'i birləşdirək, sizdə anca dağıdarsınız. O mən 3 roundluq mənimdir. Gümrülüyüb sizə verəcəm, çöldə dalın dağıdarsınız. O mən Battle'da çox yaşları quruluyub. Deyirsən, səni cəmaata ötürəcəm yumruluyub, məni sonranın işidir, səni kim yumruluyub? Bütün az Rap naram zordur, şükür Allaha, bəs səndə nəyin əvəsi? Bakı Çiləhəli şəhərdə ehtiyatda ol, əynivi qalın giyin ki, rüzgar sənə də dəyməz. İşiniz olmasın, bunu baba başa salım qoy. Balaca game over, mənə baxır boy. Nə qədər ki sınmamısan, rədd ol, get qoyun. Əlin elə ayağıma çatırsa deməli topuqdadır boy. Taşı qolda önəmli biri kimi hiss eləməsən öl. Az Rap adlı bu diyarda o mən adlı bir xiyarsan. Bəs basın ən yaxın fanatı kimdir burada? Bir də əl qaldırsın. Mənəm, bura. İndi birazdan basa minəcəm, sən də şam tutarsın. O mən elə bir qatardır ki, dağıda gedir elə öz getdiyi restləri. Mən burada qalib olmalıyamsa, basa səs verən heç bir peysərdir. Hə, bir də Ceko, sizdən seriozun olaraq xahiş edirəm. Güclü söz soxdu ya soxmadı, yalandan eşşək kimi bağırır. Denən görüm necə edir, 2 vur 2. Qəşəng nurlu saqqalın var, üzümün nurunu. Yox, bu hazırlanmışkən alınmır. Olmaz freestyle. Yox, bizim formata uyğun deyil. Mən hazıram. Formatı uyğun deyil deyəndə ki, hər şeydə qadağa var, amma biz qadağaları vurub keçirik. Boş-boş danışırsan, elə danışmağın var, sənin üçün güc bıçağıdır. Yerin Battle Rap deyil, yerin göt qucaqdır, girən hər şey itirir, sənin götün Bermud üç bucaqdır. Hələ birinci roundda o məni sikirəm, uşaqlar şənlidir. Belə gəlib siz də sikə bilərsiniz, narahat olmayın, amın şotu mənliyim. Sumqayıtdan qaynayıb gəlib, görün necə karbit demişəm. Bu da deyir, mən kaznit demişəm, ağzına verib. Olmadı ki, yalansının ağzına verim. Qələmini özünə yeridim ki, ağzına verim. Bir də ki, sənin kamikadzələrindən nə qədər ki, battle-ınısı var, o mənə qarşı çıxan. Çağıramsını Yonligada bir ağzına verim. Rüzgar sənə yaxşı basıb, bu. Baxıb olmuşsan kələ. Cəmaatın qoltuğunda qarpız olur, bu gizlədir kələm. Məndən statusda battle istədi, mən də şans verdim bir kərə. Bir də ki, ölkədə mən varkən, Akşakovu Battle Rap bizə baxır deməyin, gəlib Sumqayıtda belimizi bükərəm. Əgər cəsarətin çatırsa, mənə ox at, nizə batır sözündən, hörmətsiz Rüzgar müəllim. Əgər sənin kamikadzələrin bir də o mənlə battle istəsə, gələn səfər bir zəhmət, götün çatır özün gəl. Sətir altı söz soxursan elə bilsən ki, heç kim etsinə başa düşmür. Amma tutarlar böyüklər. Defakta Azrep'in döyünən ürəkdə, o mənsə CD kisəsi, dal və böyrəyi. Bunlar elə özlərindən böyüklərə söz atırlar, utanmır, böyüyüblər. Sən can hamı da o mənim vidinə baxsın, gicdallaq elə bir 40 qəpikli qutabla döyüb. Yox, uşaqlar bundan sonra mən olmayacaq, izləyərsiniz YouTube'da. Mənə 40 qəpikli qutabla döyüblər, Toybox oyuncağı, məncə sən də çıxma qutundan. O mən, bayaqdan qız ömrümü sikib, sən can bir də başı verdi 5 dəqiqəli qızdan ayrılıb. Tələsmə, bundan sonra bilirsən nə qədər yeni gələn reperlər Günəş kimi Battle Rap'də və Az Rap'də saçacaq. Deyirsən başımı verim, ya başqa şeyin başını verim, apar göstər qız onsuz da qaçacaq. Elə hərəkət elə ki, səni production'a qovmasınlar. Bir də belə olmasın da, gəldim ki, o mən öz obrazından cəmaatı yormasın da, üstü vört tanımasınlar. O mən zarafat edirəm, əslində ürəksən, prosta göt formasın. Battle-lara baxdım, hamısı gök günündədir. Çünki vaxt o sənin bir əlivə töküb, MC Bassa o bir əlivə töküb. Haqsızlığa görə gəlmişəm bura, bir əlimdə höküm. Rap mənim ürəyimdə bir yerimə çöküb. Sən hələ 3-cü raundu gözlə, əlivə verəcəm, sən ciyərvi söküb. Bir də ki, statusda demişdin, gəl sənə qafiyə vurmağıza da öyrədəcəm, hə? Batsan sənin özün Rüzgardan öyrənirsən, mən öyrədən baxdındır. O mən, MC Bassa olan Battle-va baxdım və orada edilən bütün haqsızlıqlar əsəblərimə toxunar. Bir gün düşərsən dilivin poxuna, sənə danışmağa belə imkan verməyəcəm, açıq-aşkar soxuram. Soxular biri bura, yenə alov gəlib sənin tərəfi tutacaq freestyle elə. Ay freestyle belə, ay freestyle elə. Yaxşı alov, bu meydan, bu da şeytan. Götün var, gəl Rüzgarla 2-3 kəlmə. O
Omenin ağzı quşdu, doğulu buşdu. Ən son ümid yerin tibuydu. Ümidlərini doğrultmuşdun. Sən kamikazesindən çıxmamısan, sən kamikazesindən qovulmuşdun. MC Bas. Yo, Rüzgar. Danış. Ran. MC Bas. Ayza. Gecikmiş brat. Nəyə? Çünki o məni bizdən qabaq sikiblər, dənizdə boğulmuşdu. Uşaqlar, mən kamikazesindən qovulmamışam, kamikazesindən özüm çıxmışam. Yəni, bunu da ki, Rüzgar da lap yaxşı bilir, Eminəli də Allah şahid olub, başqa bir demək istəmirəm, danışanda düzgün danış. Heç olmasa defakton repindən bir-iki misra bil. Saqqal saxlayırsan, bəlkə səndən yaxşı molla çıxar, ya da ki, pis rahib. Replərin gökyündədir, karyera ancaq dis daxil. O mən o qədər qorxaqdır ki, mitingdə istefa yerinə qışqırır israfi. Underground'a gəlmək üçün lazım iki qələm bir də ağıl. Niqabburada hədəflərdir, yazılır saman nağıl. Mənə dedilər ki, qərib dağdır. Allah bu dağın dalını dağıdıb bağını tağına qatarama. Burada mənəm kambak qalanamız tağını. Al əli və gitar, ol cita, sən Red Bull iç, biz Aquavita, meymunluq əladı və qoyum çita, biraz əyləndir bizi epikançita. Narkotika yox deyirsiniz, sonra da geyinirsiniz, üstündə yarpaq şəkli olan kep, paltarlar, nə demək istəyirsiniz? Ot reklam eləyirsiniz, ondansa çıxın lük gəzin yobana maldarlar. Üzündə balaca bir ət var. Məncə yığışdır sol əti. Bayaq otdan danışdın, epi omeni ilə o təkir. Salam Ego müəllim. Necəsiz? Salamatçılıqdır. Deyəsən siz bir salamatsınız, salamatçırıqdır. Sizə bir sual verəcəkdim. Bir dəqiqə təkrar eləyim. Siz təkamülləmişsiniz yoxsa təkamülsüz eləyin? Freestyle bang underground, I not pass, AKM master, word was in the sound. Mən rapi nəsil dilində danışıram, başın sınsa sən də danış. Qəşəng. Fərəqət ver desəm, döyüşə get desəm, gedərsən? Gedərəm. Onda fərəqət, döyüşə. Söyüş olmaz ha? Söyüş olmaz deyilən saytlarda niklər var nikmə ki, burada da söyüş olmaz, eybi yoxdur, mən də deyərəm Ayza kimə ki. Sənə biraz da bolya versən, aləmi bir-birinə qatarsan. Biz 4 qat, 5 qat farsaj, bizə xuy satarsan. Bura tut da mən yetir. Tutun atam. Bunu da qatarsan. Rap səni atmamış, məncə sən rapdən əl çək. 1 kilo pomidor, 1 kilo xiyar. Xiyar yoxdur. Onda 1 kilo set çək. Hər dəfə deyirsən ki, kralam mən. Düz sözü nə deyərsən? Set a.k.a. French boy. Sən onsuz da götsən. Karat rap maşınıdır. Rap robotudur, versi yazır, başı dayanmadan. Sən rap maşınısan, mənim ixtisasım maşın qayırmadır. 13 yaşda heç bir uşaq şey çəkib və rap deməsin. Niyakateksin böyük səhvi Dimyeksi bilməməsi. Deyirsən karatın əsas dinləyicisi qızlardır, düzdür. Onda denən məni dinləməsin. Yav, ay MC sənsən. MC sənsə burada bildir. Kişilərə meyilli oğrar. Bunu da burada bildim. İstəsən vecvə alma, istəsən qox məndən. Karat məni söktü, yığdı, mic kontrola belə bildir. O qədər sevgi haqqında trek yazmışsan, yolunu tək azarsan. Mən penisimi sevgi adlandırsam, penisim haqqında trek yazarsan. Maraqlı bir fakt deyim də sən. 5 dəqiqə qabaq Google abijnik yazıb bunun şəkilləri gəldi. Şey yazdım. İstəmirəm cəmaət sənə qəbir qaçsın. Deyirsən abijnik yazdım, mən çıxdım. Adam nə qədər bekar olsun ki, Google'a girib abijnik. Burada səni sevənlərdən mənə nifrət edənlər daha çoxdur. O insanlar var, götüvü açıb striptiz oynasan da deyəcəklər sətə punch soxdu. Sən elə bilirsən 30.000 baxışın sənin istedadının təşvişidir. Başa düşmürsən ki, fanatlarının 90%-ını aykanamaz qlankalar təşkil edir. Sıçıram tualetdə yox, ayaq yolunda. Originalam. Uşaq ikən süd içəndə piyan olurdum. Mən uşaqlıqda gizlanfaç oynadığım uşaqlardan valideynləri hələ də bir xəbər olub. Mən bir dəfə fuck the system dedim, o vaxtdan zigzag bir təhər olub. Sən treklərin hamısı 18+'dur. Yaş yox, IQ səviyyəsi nəzərdə tutulur. Və ikimiz də Türkiyə burada. Gəl səviyyəcə qaldıraq söyüşü. Diz çökü, bağzı aç. Tarixdə ikinci çaldıran döyüş.
Mənə çəkdiyi videoda demişdi ki, özümlə always gətirim. Ala, lazım olar. Yadında dizini atırdın yere yuxarıya çıxardın. Ya, bir də ağzıva alma. Mən kişiyəm kəlməsini. Bu, cibində always gəzdirir, inanmırsız çıxardım. Bu gün səni əzməsəm, sabahları qudurarsan. Ya, utsam ya da udussam, mən üçün fərqi yoxdur. Gəncəl əpə hörmətlər, yorulsan oturar. Cana, siz tam tutmadınız bu gün dediği pançını, şotunu, o mənə məsləhət verdi. O doğrudan Gəncədə hər dəfə yorulanda butulkaya oturur. Qərib elə bil dərmandır, elə bil ki analgin, qərib götün çöldə qalıb hara baxır atan gel. Mən dedi ki, mənim götüm çöldə qalmışdı. Atam ara baxırdı axırda. Atam mənim epinin ağzına soxurdu, epinin gözünə baxırdı. Tez dedi, salamat cırıqdır. Təbrik edirəm, Ego ilə Battle'dan salamat çıxdınız. Ego ilə Battle'dan sonra reyting qalxdı. Hər kəsə gülmə işi. Epin götündə xərçəng xəstəliyi var. Götü günü gündən şişir. Sən rəpdə günəş kimi parıldamısan, daim həri. Sən rəpdə günəşsən, amma günəş mənə görə ətrafında 9 dən müştəri fırlanan fahişədir. Və bilirəm, onsuz da qalib gəlməyəcəm. Heç gəlməmişəm önlü qalib gəlib axına sıxmağa. McDonald'sın tualeti bağlıydı. Gəlmişəm epinin ağzına sıxmağa. Set adımı eşidib, əgər bura tırıq gəlsə, sənin ağzından bir dənə vursam, məndən bir yerdə bura mırıq gəlsən. Bayaq salamat cırıqdır mövzusu ilə bağlı məndə irad tutdun, salamatı qoydun, onsuz da cırıq sənsən. Set a.k.a. Set Strange Boy a.k.a. New Curtis. Gizli adımı deyənə qədər konseptdə adam qalmır. Səndə mənə heç kəs tapmır. Maleviçin kvadratısan. Və bütün xalq səni qayırmaq istəyir. Elə bil Sarkisyan arvadısan. Təsəvvür eləyin, bu adamın qabağından qara pişik etsə, uğraşdı qəribə heç olmaz o qara pişik bəzir. Sən qara pişikdən fərqin bilirsən nədir? Pişik ancaq öz xəyalarını yalayır. Setin qreflərini tapmaq üçün elədiyi istintak. Sən adi bostansan, mən isə pis bir bax. Özümü sadə göstərib qayıdıb setə qaqaş desəm, qayıdır mənə deyər, qaqaş özün sən gecdalla. Set çox qəribə adamdır, fərqli bir aura quracaq sizə. Bunun bir adı da kosmonavtdır, amma qalır uzaq dizə. Marsdan yaşıl israflı zəyin vurdu kosmonavt haqqda dedi ki, bura göndərməyin, ləzzət eləmir bu uşaq bizə. Mən onlarla ciddilik eləsəm, onlar mənə əl çalmaz. Bildiyim bir şey var. Hepini sevməyənlər eşitsin, bu oğlanın 15 yaşı var, bu qədər uğur heç kimi götü çatmaz.